Salam əziz valideynlər, bildiyimiz kimi 8 iyul tarixindən məktəbə hazırlıq qruplarına qeydiyyat başlamışdır. Qeydiyyat etməmişdən əvvəl Play Marketdən Sima tətbiqini yükləmək vacibdir. Play Marketdə Sima yazdıqda gəlir. Rahat, tətbiq budur, Simanı yükləyirik. Yüklədikdən sonra qeydiyyatdan keçib proqrama daxil ola bilərik. Tətbiqi açdıqda burada şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini istəyəcək. Deməli, yeni nəsil vəsiqələrdə AA, köhnə nəsil vəsiqələrdə isə AZ-nin seçilməlidir. Seriya nömrəsini daxil edib, sonra davam edirik. İlk yerə şəxsiyyət vəsiqəsinin nömrəsi, daha sonra ikinci yerə isə şəxsiyyət vəsiqəsinin fin kodu daxil olunur. Üzünüzü qeydiyyatdan keçirdərkən ətraf ərazinin işıqlı olmasına diqqət edin. Açılan bu hissədə başla deyərək video qeydiyyata başlayır. Çərçivənin içərisinə üzünüzü daxil edirsiniz. Simada üzünüz təsdiqləndikdən sonra 6 rəqəmli kod tətbiq edirsiniz. Yenidən təkrar edirsiniz kodu. Daha sonra artıq tətbiq istifadəyə hazırdır. Tətbiqdən uğurla keçdikdən sonra Google Chrome-dan məktəbə qəbul yazaraq axtarış düyməsini veririk. Qarşıya çıxan ilk səhifəyə daxil olub, burada yəni ikincisi, ümumi təhsil məktəbləri məktəb hazırlıq qruplarına elektron sənəd qəbulu sisteminə daxil oluruq. Burada birincidə digital login, Sima seçərək Sima tətbiqi vasitəsilə daxil oluruq. Sima tətbiqində qeyd etdiyiniz fin kodu daxil edirik. Bunu da təsdiq edəndən sonra daxil olur. İcazə ver. Burada hansı təhsil şöbəsi olmasını seçirik. Bizdə yaşadığımız Lənkəran Astara Regional Təhsil İdarəsi Cəlilabad rayon üzrə təhsil sektoru. Deməli, daha sonra telefon nömrəsinin olduğu kimi qeyd edirsiniz yuxarıdakı formatda və təsdiq kodunu göndər düyməsini sıxırsınız. Səhifəyə daxil olduqdan sonra uşağı qeydiyyatdan keçirmək bölməsinə daxil olub məktəbə edəcək şagirdi seçirsiniz buradan. Açılan səhifədən həmin şagirdi seçirsiniz. Olmasa isə orada əlavə et bölməsindən şagirdin fin kodunu yazmaqla əlavə etmək. Onu da qeyd edim ki, bu illəri 2020-ci il təvəllüdlü şagirdlər məktəbə hazırlıq qruplarına qeydiyyat olunacaq. Əlavə et vurduqdan sonra şagird səhifəyə əlavə edilir. Daha sonra sol tərəfdəki düyməyə 3 nöqtəyə vuraraq uşaqların qeydiyyatı səhifəsinə daxil olaraq əlavə etdiyiniz şagirdi üzərinə vuracaqsınız. Burada şagirdin məlumatları bir-bir görünəcək və məktəbə hazırlıq qruplarına yazılıb. Daxil etdikdən sonra Azərbaycan dili seçilib, irəli düyməsi vurulacaq. Daha sonra şagirdi göndərmək istədiyiniz məktəbi buradan seçirsiniz. Məsələn, Cəlilabad rayon Fəzili kənd ümumi orta təhsil məktəbi irəli. Daha sonra buradan müəllimi seçərək sorğunu yerləşdir düyməsi ilə sorğu yerləşdirə bilərsiniz. 1 sentyabrdan 30 sentyabradək aşağıda qeyd olunmuş sənədləri məktəbə təqdim etməlisiniz. 1. Valideynin və uşağının şəxsiyyət təsdiq edən sənədin əsli və surəti. 2. Uşağın sağlamlığı haqqında tibbi arayışı. 3. 2 ədəd fotoşəkil. 4. Valideynin şəxsi kabinetindən çap olunmuş ərizə. Ərizəni çap etmək üçün aşağıda verilən ərizəni çap et düyməsini sıxaraq ərizəni çap edə bilərsiniz. Hər birinizə uğurlar. Videonun faydalı olduğunu düşünürsünüzsə kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Hər birinizə bir daha uğurlar.